Salam əziz şagirdlər, mən Aysu İsraflova. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün sizinlə birlikdə ismin ikinci hissəsinə davam edəcəyik. Sizin də bildiyiniz kimi biz ismin birinci hissəsində ismin morfoloji quruluşunu, isimlərin təsnifatını öyrənmişdik. İsmin morfoloji quruluşu dedikdə sadə düzəltmə, mürəkkəb isimlər nəzərdə tutulur və biz də burada bu hissədə düzəltmə isimlərin yəni düzəltmə isimləri necə düzəlir, hansı şəkilçilər vasitəsilə düzəlir, onları öyrənmişdik. Mürəkkəb isimlərin hansı formaları var, onları öyrənmişdik. Eyni zamanda da isimlərin təsnifatını, yəni ümumi xüsusi isimləri, sayıla bilən isimləri və sayılmayan isimləri öyrənmişdik. İsmin morfoloji xüsusiyyətləri dedikdə isə nə başa düşürük? Bugün onu araşdıracağıq. Deməli, sayıla bilən isimlər cəmiyyətə görə dəyişirlər. Yəni, bir isim cəmiyyətə görə dəyişirsə, deməli o həm təkdə ola bilir, həm də cəmdə ola bilir. Məsələn, əgər təkdə olarsa, biz buna singular nouns, yəni təkdə olan isimlər və cəmdə olan isimlər plural nouns deyirik. Singular nouns, yəni təkdə olan isimlərə misal göstərə bilərik a book. Məsələn, kitab, child, uşaq, table, stol, day, gün, baby, körpə və s. Yəni, bu isimlər gördüyünüz kimi təkdədirlər və heç bir şəkilçi yoxdur. Cəmdə olan isimlərə isə, məsələn, books, kitablar, children, uşaqlar, tables, masalar və s. kimi nümunələri göstərə bilərik. Gəlin, indi araşdıraq görək. Təkdə olan isimləri cəm hala necə çeviririk? Öncəliklə, əgər isimlərin cəm formasını düzəltmək istəyiriksə, biz bu zaman isimlərə S və IS şəkilçisi əlavə etməliyik. Bəs bu S şəkilçisini biz isimlərə əlavə etdiyimiz zaman isimlərin oxunmasında bir dəyişiklik yaranırmı? Bəli, yaranır. Lakin bu S-in hansı samitdən sonra gəlməsindən asılıdır. Belə ki, əgər S çar samitdən sonra gələrsə, bu zaman S kimi tələffüz olunur və yaxud da oxunur. Məsələn, week. Week sözünün sonuncu samiti çar olduğu üçün bu zaman weeks, yəni həftələr S kimi tələffüz elədim. Məsələn, lip. Burada P çar samitdir və lips kimi tələffüz elədim. Gəlin, indi zəngiltili samitdən sonra S gəldikdə necə tələffüz olunur və yaxud da saitdən sonra S gələrsə necə tələffüz olunur, ona baxaq. Bu zaman Z kimi tələffüz olunur. Məsələn, head, heads, boy, boys. Bir nümunə yazaq sait ilə bitənə. Məsələn, I, gördüyünüz E ilə bitdi, S əlavə elədim, eyes, yəni gözlər kimi tələffüz olundu. İndi gəlin, davam edək. Yaxşı, bəs biz IS şəkilçisini sözə necə əlavə edirik? Bu zaman biz isimlərin cəm formasını düzəltmək istəyiriksə, IS şəkilçisi vasitəsilə düzəltmək istəyiriksə, burada xüsusi qaydalara diqqət etmək lazımdır. Əgər sözün S, SS, X, CH, TCH, SH hərf və hərf birləşmələrindən sonra, yəni hərf və hərf birləşmələrində ilə bitərsə, bu zaman ismin sonuna IS əlavə olunur və ız kimi tələffüz olunur. Uşaqlar, bu hissəni zəhmət olmasa qeyd edin və yadda saxlayın ki, sonra yadınızdan çıxmasın. Çünki bu mövzunun əsas hissələrindən biridir. Şəkilçilərə əzbər bilmək lazımdır ki, sualları rahatlıqla işləyə biləsiniz. Sözün sonu S, SS, X, CH, TCH, SH ilə bitərsə, IS əlavə edəcək. Məsələn, nümunələrə baxaq. Class, gördüyünüz kimi 2 dənə S ilə bitib, sonuna IS əlavə eləmişəm və classes kimi, siniflər kimi oxudum. Box, sonu X ilə bitib, IS əlavə elədim, boxes, qutular kimi oxudum. Məsələn, bush, bushes, match, matches, gördüyünüz CH ilə qutarıb, SH ilə qutarıb. Və bu zaman IS şəkilçisini əlavə elədim. Burada mürəkkəb bir şey yoxdur. Sadəcə diqqətli olmaq lazımdır. Sözün sonuna diqqətli yanaşmaq lazımdır. Ancaq bununla bitmir. Əlbəttə ki, IS şəkilçisinin əlavə olunma qaydaları var. Gəlin baxaq. Bunlardan birincisi, əgər sözün sonu F və ya FE ilə bitən isimlərin cəm formasında F hərfi V hərfi ilə əvəz olunur. Əgər hər hansısa bir söz təkdədir və sözün sonu F ilə bitirsə və yaxud da FE ilə bitirsə, həmin sözün mən cəmini düzəltmək istəyirəmsə, F hərfi V hərfi ilə əvəz olunur. Və bu zaman IS şəkilçisi Z kimi oxunur. Məsələn, nümunələrə baxaq. Leaf. Gördüyünüz kimi sözün sonu F ilə bitib. Mən buradan F-nı sildim. Buradan F-nı sildim. Qırmızı ilə yazaq. Sildim. Və F-nı neylədim? V ilə əvəz elədim. F getdi. Yəni, cəm formasını düzəltmək üçün leaves.
Gördünüz? Leaves. F getdi, V gəldi əvəzinə və plus es. Burada belə bir qaydanı yadda saxlaya bilərsiniz ki, F özünüzü bunu düstur kimi yaza bilərsiniz. Əvəz olunur, cəm formasında V plus es. Başa düşdük uşaqlar? Məsəl üçün gəlin baxaq knife, bıçaq sözündə F ilə qutarıb görürsünüz. Bu zaman neyinədir? F getdi, V gəldi, es artırıldı. Yəni oldu knives, bıçaqlar, wife, wives, arvadlar, half, halves, yarı hissələr, wolf, wolves, canavarlar. Və tələffüzümə də fikir verirsinizsə, z kimi tələffüz edirəm. Məsələn, loaf, loaves, məsələn, kömbələr. Və digər söz. Uşaqlar, bu qaydada eyni zamanda bəzi istisnalarımız var. Bu istisnaları əzbər bilmək lazımdır ki, sonra qarışdırmayasınız. Və məsələn, görərdim ki, dərsi izlədiyiniz zamanda bu istisnaları qırağa qeyd edəsiniz və sonra da onları əzbərləyəsiniz. Handkerchief. Bax, burada bu sözdə biz es əlavə eləmirik. F olduğu kimi qalır və yalnız s əlavə olunur. Handkerchiefs, əl dəsmalları. A roof, roofs. Gördünüz, F düşmədi, V ilə əvəz olunmadı. S artırılmadı. Sadəcə S də cəm formasını düzəltdik. Roof, roofs, chief and chiefs. Bu qədər. Rəislər. Deməli, 3 söz. Handkerchief, roof and chief. Bu qədər. İndi isə keçdik digər qaydamıza. Bu, deməli, F qaydasına bənzər bizim başqa bir hərflərimiz də var ki, onlardan sonra biz es əlavə eləyirik. Bunlardan biri də O hərfidir. Əgər sözün sonu O ilə bitərsə, yəni bəzi əksəriyyət sözlərin sonu O ilə bitərsə, biz bu zaman onun cəm formasını düzəltmək istəyiriksə, es şəkilsi vasitəsilə düzəldirik. Yenə də eyni şəkildə həmin sonluq Z kimi oxunur. Baxaq, məsələn, hero qəhrəman deməkdir və mən onun cəm formasını düzəltmək istəyirəmsə, sadəcə es əlavə eləyirəm. Burada artıq heç bir dəyişiklik olmur. Qəhrəmanlar, məsələn, potato, es əlavə elədim, potatoes, kartoflar, bu qədər. Lakin burada bizim bəzi istisnalarımız var ki, bu istisnaları əzbər bilmək lazımdır. Bu istisna nəyə əsaslanır? Bu istisnalarda biz es yox, sadəcə s əlavə edirik. Bura belə bir qeyd edeyim. Exceptions budur ki, plus s. Es yox. Normalda es əlavə etməliyik. Lakin istisnalarda s əlavə edirik. Məsələn, kilo, kilos, video, videos, foto, photos, radio, radios. Görürsünüz, es yoxdur. Solo, solos, piano, pianos, zero, zeros. Bu qədər. Yəni, burada qayda bəsitdir. Sadəcə dediyim kimi, qaydanı mənasını başa düşürük. Es-də cəm formasını düzəltdim. İstisnalarda isə sadəcə s və istisnaları vurğulayıram uşaqlar. Əzbər bilmək lazımdır ki, sonra çaşmayasınız. Bir digər hərf sonluğumuz Y. Samit hərf Y ilə bitən isimlərin cəmini düzəltdikdə Y hərfi İ hərfi ilə əvəz olunur və cəmdəki İ sonluğu ız kimi oxunur. Burada samit hərf plus Y yazmışam. Bu o deməkdir ki, uşaqlar. Məsələn, gəlin baxaq. An army. Görürsünüz burada ordu sözünün sonu Y ilə bitib. Elə deyil. Və Y-dan əvvəl M var. Samit hərf plus Y. Bu zaman həmin M yanındakı Y, M-nın yanındakı Y İ-yə çevrilir. Plus es əlavə olunur. Yəni, bura bir düsturumuzu yazaq. Düsturumuzu yazaq. Deməli, nə oldu? Samit hərf plus Y olduqda nə edirəm? Y nə olur? Çevrilir. İ-yə samit hərf plus İ plus es. Uşaqlar, bax, bu düsturu yadda saxlayırsınız. Deməli, army, armies, duty, duties, vəzifələr. Gördünüz, duty, t-y, t olduğu kimi qaldı. Y, i-yə çevrildi və s cəm formasını düzəltdik. Lady, ladies, baby, babies. Və bu çox zaman, yəni ki, əksər sözlərdə belə olur. Əlbəttə ki, bu qayda sait ilə bitən isimlərə aid deyil. Onların cəmi sait ilə bitən digər isimlərdə olduğu kimi s əlavə olunmaqla düzəlir və həmin sonluqda z kimi oxunur. Məsələn, day, days, toy, toys, tray, trays. Deməli, buradakı qaydanı diqqətli bilmək lazımdır. Samit plus y hərfi gəldikdə y, i-yə çevrilir. Plus es vasitəsilə cəm forma düzəldi. Lakin sözün sonu sait ilə, sait plus y ilə bitərsə, bu zaman s şəkilçisini əlavə etməklə cəm formanı düzəldirik. Uşaqlar, məsələ görərdim ki, bu hissini qeyd edəsiniz və yaxud da screen edib götürəsiniz ki, yadınızdan çıxmasın və bu qaydanı əzbər bilin. Məncə çox bəsitdir.
İnşallah ki başa düşdünüz. Gəlin davam edək. Aha, indi keçdik kökdən dəyişən isimlərin cəm formasına. Nədir bu hissə? Deməli, bir qrup isimlərin cəm forması kökdə olan saytin dəyişməsi yolu ilə əmələ gəlir. Bu zaman onlara heç bir şəkil əlavə olunmur. Dediyimiz kimi, bizim cəm formamız kökdən düzəlir. Baxın, bir qrup isimlərin cəm forması kökdə olan saytin dəyişməsi yolu ilə əmələ gəlir. Məsələn, burada nələri misal göstərə bilərik? Eman, kişi, cəm forması nədir? Men. Woman, women. Tools, teas. Food, feed. Goose, geese. Mouse, mice. Louse, lice. Yəni bu illərdir dəyişməyən bir qaydadır və buradakı sözlərə çox uzun müddətdir ki, əlavələr olunmur. Yəni əsasən də dimin imtahanlarında bu sözlərlə bağlı imtahanda sual düşəcəksə düşür. Yəni ki, əzbər bilməli olduğunuz bir hissə daha. A man, men, woman, women, tools, teas və s. Deməli, gördüyünüz kimi, mən sözündə kökdən dəyişdi. A hərfi E hərfi ilə əvəz olundu. Woman-da da olduğu kimi, tools-da da onlar E ilə əvəz olundu və sadə şəkildə cəm formasını düzəltdik. Deməli, bəzi sözlərimiz var ki, bu sözlər qədim ingilis dilində mövcud olan en şəkilçisi vasitəsilə öz cəm formasını düzəldib. Məsələn, ox sözü, yəni öküz sözü və child uşaq sözünə en şəkilçisi artırmaqla öz cəm formasını yaradıb və bu belə qalıb. Məsələn, child, children, ox, oxen kimi deməli tarixdən qalıb. Bir digər qaydamız sonu ICS ilə bitən isimlər əsasən sayıla bilmir. Yəni bu nə anlama gəlir? Gəlin bunu bir araşdıraq. Məsələn, politics, mathematics, bu qayda hissəmizdir. Deməli, sonu ICS ilə qurtaran isimlər əsasən sayıla bilmir. Ona görə də onların cəm formasını düzəltmirik. Bura mənim deməli qeydlər etdiyim hissədir. Yəni qeyd kimi bilməli olduğumuz, əzbər bilməli olduğumuz hissədir. Ona görə də bu sözlərin sonu, yəni s ilə bitsə də onlar cəmdə hesab olunmurlar, sayıla bilməyən isimdirlər və cəmlənə də bilmirlər. Sonra tək və cəm forması eyni olan isimlər. Bu arada sonu ICS burada çalışıram bu şəkilcini deyəndə özürlü say. Deməli bu şəkilci ilə bitən isimlərin sayı çoxdur. Mən burada belə yəni example olaraq yazmışam. Siz öz ingilis dilinizi inkişaf etdirdikcə həmin sözlərdə olan bazanız artacaq və özünüz baxanda biləcəksiniz. Bunlar əsasən fənn adları olur və yaxud da əsasən məsələn economics, politics çox vaxt fənn adları olur və bir-iki dənə də istisnalar olur əlbəttə içində. Tək və cəm formasına eyni olan isimlər. Bu nə deməkdir uşaqlar? Yəni ki, bu isimlərin tək forması da eynidir, cəm forması da eynidir. Heç bir kökdən dəyişmə yoxdur, heç bir şəkilçi əlavə eləmirik. Lakin tək və cəm formasını bir-birindən ayırd etmək istəyiriksə, bu zaman article vasitəsilə və yaxud da yanlarına əlavə etdiyimiz saylar, numbers vasitəsilə onları fərqləndirəcəyik. Bunlara nəyi misal göstərə bilərik? Məsələn, sheep, qoyun, deer, maral, fish, balıq, swine, donuz. Bax, bu sözlər əzbər bilmək lazımdır uşaqlar. Sheep, deer, swine, fish. Bunu da qeyd eləyərsiniz. Məsələn, a sheep qoyun deməkdirsə, 5 sheep qoyunlar deməkdir. Və gördüyünüz kimi 5 sheep yazmışam. Orada artıq sheeps yoxdur. 5 sheep yazmışam. Diqqət. Yəni dediyim kimi uşaqlar sözün sonuna diqqət eləmək lazımdır ki, məsələn, imtahanda sual düşüb düzgün ismin düzgün cəm formalarını seçin. 5 sheep yazıb, bir də 5 sheeps yazıb. Əgər sən əzbər bilmirsənsə ki, sheepin tək və cəm forması eynidir, bu zaman əlbəttə ki, səhv yazacaqsan. Ona görə də əzbər bilmək lazımdır. Sonra keçdik. Mürəkkəb isimlərin cəm forması. Uşaqlar, mürəkkəb isimlərin cəm formasında kiçik bir qayda var. O qaydanı bilmək lazımdır. Bəs bu qayda nədir? Mürəkkəb isimlərdə cəm şəkilçisi adətən əsas komponentə əlavə olunur. Məsələn, brother-in-law mürəkkəb sözdür və yaxud da editor-in-chief sözlərində əsas komponent birinci sözümüzdə brother-dır, ikinci də editor-dır. Və bunun cəm formasını yaratmaq istəyirəmsə, bu birinci hissəyə s şəkilçisi əlavə edirəm. Və brothers-in-law, editors-in-chief kimi cəm formasını düzəltmiş oluram.
Deməli uşaqlar üzr istəyirəm. Necə oldu cəm forması? Birinci hissəyə, yəni əsas komponentə S şəkilçisini artırmaqla cəm formasını düzəltdim. Bəzi mürəkkəb isimlərin tərkibində, məsələn, mən və ya woman sözlərinin tərkibində bildiyiniz kimi şəkilçi əlavə eləmirik. Yəni onlar kökdən düzəlirlər. Və məsələn mən və woman sözləri bəzi sözlərin daxilində olur. Məsələn buna postman. Məsələn postman bir mürəkkəb sözdür. Və onun cəm şəkilçisini düzəltmək istəyirəmsə, məni çevirirəm mən özünün cəm formasına, yəni oldu men. Postman oldu. Başa düşdük uşaqlar? Yəni əslində bəsitdir. Məsələn, tək forması, cəm forması. Başqa bir nümunə sizə deyim. Məsələn, woman writer. Mən burada bir boşluq yaradım. Sizə burada bir dənə də yazım, əlavə misal. Deməli, woman writer. Qadın yazıcı sözüdür. Və mən bu sözün, deməli bu mürəkkəb bir sözdür. Qadın yazıcı və yaxud da birləşmədir. Əgər mən onun cəm formasını düzəltmək istəyirəmsə, writer yox, yəni writer da cəm forması düzəldirsə, amma writerla qalmır. Woman-ın da cəm formasını əlavə etmək lazımdır. Woman writers kimi biz bu birləşmənin cəm formasını düzəltmiş olduq. Başa düşdük uşaqlar. Deməli, ümumiyyətlə qaydamız belədir. İstəyirsinizsə buranı da götürün. Bəzi mürəkkəb isimlərin tərkibində mən və ya woman sözü olur. Belə mürəkkəb isimlərin cəm formasını düzəldərkən mən və ya woman morfemi mən və ya woman morfeminə çevrilir. Bu qədər asan, bəsit. Ümid edirəm ki, başa düşdünüz uşaqlar. Əziz şagirdlər və sonuncu hissəyə gəlib çatdıq. İngilis dilində cəm formada işlənən bəzi isimlər var. Lakin bu isimlər yalnız cəm formada işlənirlər. Bunlar hansılardır? İki bölünməz hissədən ibarət olan əşyaları bildirən isimlər yalnız cəm formada olur. Məsələn, gəlin bura mən onları sizin üçün yazım. Ekran açılsın. Bu sözlər trousers, yəni şalvar, şalvarlar, glasses, eyni zamanda spectacles, yəni gözlüklər, tongs, kəlbətinlər və scissors, qayçılar və son olaraq jeans, şalvarlar. Bu sözlər yalnız cəm formada işlənirlər və cəm formada işləndikləri üçün də hər zaman onların xəbərləri cəmdə olur. Məsələn, gəlin bu sözlərə aid bir nümunə yazaq. These are nice glasses. Bunlar qəşəng eynəklərdir və yaxud da bunlar qəşəng gözlükdür deyə bilərik tərcüməsində. Bu qəşəng məsələn şalvardır. These are nice jeans. These are məsələn yaza bilərik eyni zamanda. Buranı bir dənə təmizləyək daha asandır. Yolla. These are sharp scissors. Bunlar iti qayçılardır və yaxud da bu iti qayçıdır. Burada uşaqlar bilməliyik ki, these düzdür, these are bunlar mənasına gəlir. Lakin tərcümə zamanı bu iti qayçıdır, bunlar iti qayçılardır kimi tərcümə edə bilərsiniz. Bunlarda bu sözlərimizdən əlavə bəzi sözlərimiz də vardır ki, onlar da yalnız cəm formada işlənən sözlər hesab olunurlar. Bu sözləri də mən buraya yazıram, uşaqları yaddan çıxartmayın, özünüz də mənimlə birlikdə qeyd edin və yaxud da skrin eləyib götürün. Əzbər bilməlisiniz ki, sabah
imtahanda qarşınıza çıxanda onların xəbərlərini cəmdə işlətməli olduğunuzu unutmayasınız. Goods mallar, stairs pilləkən və clothes geyim, paltar və yaxud da paltarlar, geyimlər. Bu sözlər də hər zaman cəmdə işlənir. Bayaq verdiyimiz misallarda necə ki these are nice jeans dediksə, burada da məsələn these are nice clothes deyə bilərik. Hər zaman və bu qayda dəyişmir. Hər zaman onlar cəmdə işlənirlər və cəmdə də xəbərlərini götürürlər. Uşaqlar, ikinci hissəni burada sonlandırıram. Lakin ismin qaydası burada bitmir. İsmin digər vacib bir hissəsi qalır. Onu da part 3-də paylaşacağam. Yəni ismin halı bölməsidir. İsmin halı ingilis dilində ən vacib hissələrdən biridir. Yəni yaxşı bilməyimiz gərəkən bölmələrdən biridir. Demək olar ki, demin buraxılış imtahanında da, 9-cu sinif imtahanında da, hətta magistr imtahanlarında da tez-tez rast gəlinən sual tipidir. Yəni ingilis ismin yiyəlik halı. Ona görə də part 3-ə mütləq baxarsınız. Part 2-də də biz deməli ismin cəm formalarını öyrəndik. Buradakı sözləri öyrənsəniz özü belə sizin lüğətiniz üçün çox böyük, yəni yaxşı təsiri olacaq. Kifayət qədər burada biz sözlərdən istifadə elədik. Ümid edirəm ki, dərsimizi başa düşdünüz. Əlimdən gələn qədər daha yaxşı şəkildə sizin üçün videoları daha effektiv şəkildə paylaşmağa çalışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm.